Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Adım Kristinadır. Mən Yahudi ailədən gəlmə baxıcıyam. Kanalımda müxtəlif cür rituallar, proqnozlar, baxımlar paylaşıram. Deməli, əgər sizə maraqlıdırsa, abunə ola bilərsiniz. Həmçinin də xatırlatmaq istəyirəm ki, baxımlar deməli burada ümumidir. Əgər şəxsi baxım istəsəniz, Instagram üzərindən müraciət edə bilərsiniz. Instagram səhifəmin adı və linki göstərilib videonun altında. Deməli, bu videoda isə mən həftəlik proqnoz edəcəm. 3 variantdan seçim edəcəksiniz. Hansı sizə uyğundur, o seçimə görə də baxacaqsınız öz açılımınızı. Deməli, bu birinci variant. Bu ikinci variant. Bu da üçüncü variant. Deməli, burada seçiminiz çox vacibdir. Çalışın intuitiv seçin, yəni ağlınızla deyil də intuitiv olaraq seçin. Deməli, ağlınıza ilk gələn çox vaxtı intuitiv olur. Yəni, hansı sizə ilk yaxın gəlirsə, ilk onu da seçin. Yəni, çox vaxt ayırmayın belə şeylərə. Çünki onda ağılla olur o seçim. Yəni, məntiqi seçim olur. Bu da səhvdir. Çünki çox vaxtı şərh bölməsində də yazırlar ki, niyə bir şey qoymursunuz üstünə, bir şey qoyun, belə seçim daha rahat olur. Lakin belə seçimlərdə əşya ilə olanda ya da nəsə qoyulanda üstünə, siz onun formasına görə seçim edirsiniz ya da rənginə görə, hansısa assosiasiyaya görə seçim edirsiniz. Yəni, bunlarsa səhvdir. Bu intuitiv seçim üçün çox böyük bir yanlış hərəkətdir. Ona görə də mən heç nə qoymuram. Sizə tövsiyə edirəm ki, belə seçəsiniz. Hansı karta sizi daha çox çəkirsə, onu da seçin. Əgər sizə daha çox vaxt tələb olunursa, videonu dayandıra bilərsiniz. Mən sizə çox gözləmək istəmirəm. Deməli, birinci variantdan başlayıram. Deməli, birinci variantı seçən insanlarda, deməli, burada həftə boyu iş, karyera və təhsildə kim ki oxuyur, gözəl gəlişmələr gözləyir sizi. Burada sizin maraqlarınızın qorunduğu bir proyekt ola bilər, iş ola bilər, ya da ki, hansısa gözəl xəbərin alınması ola bilər, hansı ki, sizi duyğusal baxımdan da təmin edəcək. Yəni, belə situasiyalar olur. Haçan ki, biz özümüz baş verən hər şeydən məmnun oluruq. Həm özümüzdən, özümüz necə işləyirik, necə əldə edirik bu proyekti, işi ya da təhsildə olan hansısa nailiyyətlərimizi. Həmçində bu sizin iş yeriniz üçün də aid ola bilər. Həmçinin yaxşı, sizi məmnun, təmin edən bir iş axtarmağınız və tapmağınız ola bilər, hansı ki sizə çox uyğun gələ bilər, burada hiss edə bilərsiniz, bu mənimkidir. Həmçinin bəzi insanlarda burada şəxsi həyatın iş həyatına təsiri də ola bilər. Yəni, deyək ki, iş yolu ilə ya da təhsil yolu ilə ikinci yarımızı tapmaq, ikinci yarımızı görmək, belə bir şey də mümkündür. Bəzi insanlarda bu belə olacaq ki, hansı ki, həmin belə yerlərdən onlar öz deyək ki, öz yarlarını, öz sevdiyi insanı görə bilərlər, tapa bilərlər, belə şey mümkündür. Amma belə də duyğusal olaraq çox təmin edici bir həftə gözləyir sizi iş, karyera və ya təhsildə. Maddiyyatda deməli rəsmi sənədləşmə ola bilər. Yəni, rəsmi sənədləşmə hansısa yerə verib də o pulu almaq ya da ki, misal üçün vergi üçün olan hər hansı bir müraciət ola bilər. Yəni, siz gəlirinizi alırsınız, amma o gəlirdən faiz ödəməlisiniz ya da vergi ödəməlisiniz və onun üçün də hansısa rəsmi sənədləşmələrə pullarınız gedə bilər. Həmçinin də bu təkcə belə dediyim şeylərə deyil də, bu bir misaldır. Ümumiyyətcə, rəsmi sənədləşmə maddiyatda çox vacib olacaq, rəsmiyyət çox vacib olacaq. Belə şeyi fikirləşmirsinizsə, fikirləşməyinizdə fayda var, çünki sonrasında problemlər yarada bilər. Həmçinin də bu, deyək ki, hansısa rüsumlar da ola bilər, hansını ki, biz gedirik dövlət yerlərində bu rüsumları ödəməli oluruq. Yəni, bunlar da aktual olacaq həftə boyu. Həmçinin də burada qeyd etmək istəyirəm ki, həftə boyu biraz
şəxsi həyatınıza diqqət göstərməlisiniz. Çünki şəxsi həyatınızda problemlər yaşana bilər. Yəni bu ya şəxsi həyatın ümumiyyətcə alınmamağı ola bilər. Yəni heç bir insan sizə uyğun gəlmir. Ya da ki, həmin insan hansıyla ki siz ilişki qurursunuz, onunla problemlər yaşayırsınız və bu sizin emosional durumunuza təsir göstərə bilər. Emosional durumunuza necə deyərlər, biraz özünüzü bədbəxt hiss edə bilərsiniz bu baxımdan. Emosional durğunluq, emosional çıxılmaz bir vəziyyət ola bilər, hansında ki siz özünüzü biraz tələdə kimi hiss edirsiniz. Həmçinin də burada həftə boyu biraz deməli bir neçə şeyi etmək və bir neçə şeydən asılı olmaq çıxır sizdən. Misal üçün bu necə ola bilər? Bir misal gətirim. Deməli siz hansısa qərar verməlisiniz, amma o qərarı vermək bir neçə insan arasında ya da bir neçə şey arasında o qərarı vermək çətin gəlir, ya da ki gözlədiyiniz şəxslərdən, qərar gözlədiyiniz şəxslərdən o qərarı ya almaya bilərsiniz, ya da negativ bir şəkildə ala bilərsiniz. Həmçinin nə isə qərarlaşdırmalısınızsa, həftə boyu belə şeylərə diqqət yetirin. Qərarlaşdırarkən burada yanılma şansınız böyükdür, yanılma şansınız yüksəkdir faizi. Ona görə diqqətli olun. Burada deməli, dediyim kimi emosional biraz problemlər ola bilər. Həmçinin də belə bir şey ola bilər ki, ya bu sizin emosional durğunluğunuz və çıxılmaz bir vəziyyət sizin fiziki durumunuza da təsir göstərə bilər. Yəni siz bu bir misaldır. Misal üçün istəmirsiniz heç evdən çıxmağa, istəyirsiniz evdə oturub uzanmaq, yatmaq. Biraz belə bir şey kimi ola bilər. Həmçinin də bu fiziki bir xəstəlik də ola bilər. Ona görə diqqət yetirirsiniz. Əgər sizdə hər hansı bir xroniki xəstəlik varsa, həmçinin nəsə sizə bədəniniz nəyisə işarət edirsə ki, norma deyil. Misal üçün normadan çox başınız ağrıyırsa, bu artıq norma deyil. Gedin yoxlatdırın. Ya da misal üçün hansısa tərəfiniz ağrıyır, boş verirsiniz, deyirsiniz sonra indi zamanı deyil. Amma bu sizə problemlər yaşada bilər. Həmçinin bu həftə içində ola bilər və sonrasında. Ona görə diqqətli olursunuz. Dediyim kimi bu həm emosional, həm də fiziki ola bilər. Çünki bu ümumi baxımdır. Ona görə fərqli insanlar burada baxır, qeyd etməliyəm. Deməli, ikinci varianta keçid etmək istəyirəm. İkinci variantda nə gözləyir? Deməli, burada ikinci variantı tutan insanlarda maddiyyat baxımından gözəl hadisələrin bol olacağı bir həftə sizi gözləyə bilər. Deməli, yaxşı kalan pul əldə edə bilərsiniz, ya da yaxşı kalan pulun əldə edilməsində yaxşı imkanlar yaradıla bilər. Amma burada vacib bir məqam odur ki, ani də onu xərcləməyəsiniz. Yeyib içib, yəni belə də olur da anlıq xərcləmələr, həmçinin gedək ora, gedək bura, orada xərcləyirsiniz, burada xərcləyirsiniz. Burada belə şeylərdən biraz qaçınmaq lazımdır. Bu vacib olacaq. Həmçinin də hər hansı bir, misal üçün əyləncə sektorunda bir işiniz varsa, əyləncə sektoru hər hansı bir yeyib içməli bir yer ola bilər. Həmçinin sadəcə əyləncə, musiqi, əyləncə, yeyib içmək olan ola bilər. Həmçinin də misal üçün yeyib içmə olmadan da hər hansı bir əyləncə işində işləyirsinizsə, bu pullar oradan daha çox gələ bilər və həmçinin də misal üçün burada vacib bir məqamlardan o ola bilər ki, siz pulunuzu ya da ən çox maddiyyatınızı, burada bəzi insanlarda bu ola bilər, şəxsi həyat yolu ilə ala bilərsiniz. Misal üçün hansısa ilişki qurduğunuz şəxsdən maddi dəstək görə bilərsiniz, ya da ki, bu həyat yoldaşınızdan daha çox, yəni siz özünüz işləmirsiniz, həyat yoldaşınız sizi saxlayır, ən çox ondan maddiyyatı əldə edə bilərsiniz. Həmçinin də burada misal üçün partnyorunuzdan asılı deyilsinizsə maddiyyat olaraq, şəxsi həyatda belə bir insanı görə bilərsiniz, belə bir insanı tapa bilərsiniz. Həmçində özünüz belə bir insanın axtarışında ola bilərsiniz ki, hansı ki mənə maddiyyat olaraq uyğun ola bilər, həmçinin mənim maraqlarıma uyğun ola bilər, yəni mənimlə eyni
həyat tərzi sürən insan ya da məndən daha üstün, hansı ki mənə daha çox gözəl şanslar, gözəl perspektivlər bəxş edə bilər. Burada bu da ola bilər və bunu əldə edəcəksiniz. Bu çox olası bir şeydir. Həmçinin də burada misal üçün bəzi insanlarda bundan qaçınmaq lazımdır. Əgər siz şəxsi həyatınızda qarşı tərəfə çox pul xərcləmişdinizsə, çünki fərqli insanlar burada baxır. Belə bir şey ola bilər ki, qarşı tərəf sizdən maddiyatı uma bilər. Yəni bu həm sizin tərəfinizdən ola bilər. Bəzi insanlar da var ki, onlar özləri misal üçün umur maddiyat. Bəzi insanlarda isə əksinə olacaq. Onları maddiyat mənbəyi kimi görə bilərlər və bu maddiyat mənbəyi görməkləri ilişkidə problemlər yaradacaq. Əgər siz misal üçün o insanla ilişki qurub da ona borc pul vermisinizsə, sonrasında məyus ola bilərsiniz. Ona görə diqqətli olun, çalışın borc pul verməyin, xüsusən də ilişki qurduğunuz insandırsa bu. Yəni çalışın belə şeylər etməyin, çünki bu sizi məyus edəcək. Amma burada misal üçün bəzi insanlarda kim ki deyək ki, axtarışda deyil, ilişkidə yoxdur. Burada belə bir şey ola bilər ki, siz ümumiyyətcə ilişkidə sıfırdır, siz daha çox maddiyata yönələcəksiniz, pul qazanmağa, pulu daha çox əldə etməyə. Bəzi insanlarda da bu ola bilər, çünki bu ümumi baxımdır. Amma burada əsas bir mövzu maddiyatdır. İlişkidən və duyğusallıqdan daha çox maddiyat ağırlıqlıdır bu. Həm maddiyat, həm də maddi perspektivlər, gələcəyə dair perspektivlər, hansı ki bizə sonrasında maddiyat gətirə bilər, bizi inkişaf elətdirə bilər, bizim həyatımızı inkişaf elətdirə bilər. Yəni burada vacib məqamlar o olacaq. Deməli, işinizdə, təhsilinizdə isə vacib olan o olacaq ki, sizə təklif olunan şeyləri gözdən keçirəsiniz, yəni rədd etməyəsiniz. Əgər hər hansı bir iş axtarışındasınızsa, sizin belə laqeyd yanaşdığınız məsələ sizə çox böyük gəlir gətirə bilər, iş mənbəyinə çevrilə bilər. Amma siz onu görmürsünüz və görməyəcəksiniz, ya da görüb də özünüz görməməzlikdən gələ bilərsiniz. Yəni burada şansların buraxılmasıdır və o şansların buraxılması sizin öz ucbatınızdan olacaq. Yəni ya sizin diqqətsizliyiniz ucbatından olacaq, ya da ki sizin öz prinsiplərinizə, yəni öz misal üçün hər insanın başında bir şablon var, beynində bir şablon var zihnində. Misal üçün bloger olmaq qətiyyən bir iş deyil. Mən blogerlığı saymıram, bu bir misaldır da. Yəni ətrafdan da deyirlər ki, hə, heç o iş deyil, belə şey deyil, yaxşı şey deyil. Hə, onlar belə deyir, hə, mən də belə fikirləşirəm, onlar kimi hə, eləməyim. Buna görə də yaxşı fürsətləri buraxa bilərsiniz. Bu bir misaldır. Amma ümumiyyətcə, yəni mənası budur ki, siz hansısa belə paternlara görə, yəni belə fikirlərə görə nəyisə itirə bilərsiniz və nəyisə görməyə bilərsiniz. Həmçində işinizdə, təhsilinizdə hər hansı bir etdiyiniz işlərə çox diqqət yetirin. Çünki orada hansısa səhvlər buraxa bilərsiniz, görməyə bilərsiniz, ya da laqeyd yanaşıb da nəyisə gözdən qaçıra bilərsiniz və sonrasında çox böyük problemlər sizə yarada bilər. Ona görə diqqət yetirirsiniz və laqeyd yanaşmırsınız bu həftə. Belə də həftə boyu daha çox dediyim kimi maddiyyat ağırlıqlı olacaq, maddi maraqlarınızın qorunduğu bir həftədir və maddi maraqlarınıza yönəlikli hərəkətlərin bol olacağı bir həftə ola bilər. Həmçində bu, yəni çevrəniz sizdən belə bir şey tələb edə bilər, bu da vacib olacaq və dediyim kimi burada maddiyyat o qədər güclü ağırlıqdadır ki, hətta şəxsi həyata da çox böyük təsir göstərir. Yəni ya siz özünüz belə maddiyatçı insansınız, ya da ki bu həftə belə olmalı olacaqsınız. Həmçinin burada deməli dostluqlar, təzə dostluqlar, sizə faydalı olacaq insanların sizin həyatınıza girməyi ola bilər. O insanların belə konkret sadəcə lay-laylom danışım deyil. Bu insanlar çox faydalı ola bilər sizə, həm iş baxımından, həm inkişaf baxımından, həm sizin həyat tərziniz baxımından çox faydalı ola bilər. Yəni belə insanlarla danışığa, tövsiyələr verilirsə sizə çox diqqətli yanaşın o tövsiyələrə. Burada bu çox vacib olacaq. Dediyim kimi çevrəniz genişləyə bilər, sizə uyğun olan insanlar hansıyla ki siz həm iş qura bilərsiniz, həm yaxşı tövsiyə ala bilərsiniz, həm də ki o insanlar sizə çox böyük töhfə verə bilər. İnkişaf baxımından, həyat tərzi baxımından belə insanlar sizin həyatınıza girə bilər. Həmçində siz belə bir insanlara qarşı daha çox yönəlməlisiniz. Bu da bir tövsiyə kimidir sizə. Həmçinin də təzə başlanğıclar, təzə
hansı ki anlıq, misal üçün, gözləmədiyimiz bir şəkildə baş verən tanışıqlıqlar da ola bilər və burada yalnızca diqqət yetirməli olduğunuz şeylər laqeyd yanaşmamağınızı tövsiyə edirəm. Laqeyd yanaşdığınız hər hansı bir şey sizə çox böyük problemlər gətirə bilər. Yəni buraxdığınız, çox diqqət yetirmədiyiniz şeylər sizə problemlər yarada bilər və həmçinin də uşaqlarınız varsa, burada uşaqlarınızla bağlı məsələlər aktual olacaq. Yəni uşaqlarla bağlı məsələlər biraz ya sizi kövrəldə bilər, ya da ki biraz problem, stres yaşada bilər, ya da ki onlar belə ola bilər həftə boyu. Ona görə diqqətli olursunuz. Bu yalnızca uşağı olanlar üçündür. Çünki müxtəlif insanlar baxır. Keçid etmək istəyirəm. Üçüncü varianta görək, üçüncü variantda nə gözləyir? Deməli, üçüncü variantı seçən insanlarda biraz diqqətli olursunuz səhhətinizdən. Səhhətinizdə burada problemlər yaşana bilər. Həmçində emosional biraz depressiya, biraz narahatçılıq ola bilər. Yəni emosional biraz özümüzü, necə deyərlər, halsız, belə xəstə kimi hiss edə bilərik. Belə şeylərə diqqət yetirirsiniz. Bu həmçinin də deməli sizin fiziki də hansısa xroniki xəstəliklər ya da hansısa ani çıxmış xəstəliklər ola bilər, hansı ki sizə biraz problem yaradacaq. Ona görə diqqət yetirirsiniz. Deməli, bu negativ bir şeydir. Pozitiv bir şeyə nəzər salsaq, burada deməli sizin şəxsi həyatınızda gözəl gəlişmələr ola bilər. Yalnızca burada bir dənə şeyə diqqət yetirməlisiniz ki, burada deməli başqa insanların həyatınıza qatışmağı və şəxsi həyatınıza qatışmağı və deyək ki, necə deyərlər bu, onlar gizlin də müdaxilə edə bilər. Yəni, misal üçün, siz gözləmirsiniz, amma qarşı tərəfin ailəsinə ya da dostlarından kimsə qatışa bilər, ya da sizin ailənizdən, çevrənizdən kimsə qatışa bilər. Yəni, bu, əgər siz belə şeyə çox əhəmiyyət vermirsinizsə, bu, belə şeylərə əhəmiyyət verməyinizi tövsiyə edirəm. Çünki burada diqqətli olmalısınız. Bu insanların istədiyi alına bilər, problem yaşada bilər sizə. Həmçinin də burada, misal üçün, təzə tanışırsınızsa, bu insanlarla, yəni hansı ki qabağınıza çıxır. Bəli, duyğusal, çox gözəldir. Bu insan sizə tamamilə uyur, sevirsiniz bu insanı. Onu görəndə deyək ki, ürəyiniz artıq yerindən çıxır. Amma bir dənə şey var ki, bu insan sizinlə çox da, necə deyərlər, sizə düzgün yanaşmaya bilər də. Yəni, onun göstərdiyi bir şey ola bilər, gizlədiyi tamamilə fərqli bir şey ola bilər. Deyək ki, bu insan sizinlə ilişki qurur, onu yaxşı tanımırsınız bu insanı. Amma bu insan sizə xəyanət edir. Yəni, amma siz misal üçün onun hərəkətlərindən düşünə bilərsiniz ki, çox gözəldir hər şey, misal üçün. Yəni, burada gizlin xəyanət də ola bilər, gizlin hansısa görmədiyiniz məqamlar ola bilər. Həmçinin də bu xəyanət dediyim, həm sizin və başqa insanlar arasında seçimi ola bilər, həmçinin o insan başqa insanlara dəyər verib də o insanın fikrinə o qədər dəyər verir ki, müdaxilə edir o insanı ilişkiyə. Yəni, burada ilişki iki dənə insanın arasında deyil, başqa insanların müdaxiləsi olunur. Bu həm xəyanət yolu ilə ola bilər ki, bu insan sizi təkcə tutmur, başqa adamı da tutur, müdaxilə edir, onunla da ilişki qurur. Həmçinin də bu fikir yolu ilə, danışıq yolu ilə də ola bilər ki, bu insan başqa insanın fikrini daha çox önəmsəyir, onun fikrini alır və onun dediyi ilə hərəkət edir. Bu da mümkündür. Çünki fərqli insanlar baxır, ümumi baxımdır. Həmçində qeyd etmək istəyirəm ki, özünüz də belə xəyanətlərdən, ikili ilişkilərdən, misal üçün hansı ki, deyirsiniz əşi, bununla da görüşüm, obrisi ilə də görüşüm, belə şeylərdən qaçının. Çünki burada bu ya ortalığa çıxa bilər, ya da ki, sizə problemlər yarada bilər emosional baxımdan. Maddiyyatda torpaq ünsüründən olan insanlara diqqət yetirirsiniz. Deməli, torpaq ünsüründən olan insanlar qız, boğa, oğlaq ola bilər. Bu insanlar maddiyyatınıza çox böyük təsir göstərə bilər. Həmçinin də bu insanlara maddiyyatla bağlı müraciət edə bilərsiniz, ya da o insanlara maddiyyat çox xərcləyə bilərsiniz. Fərqli cür ola bilər. Həmçinin də qeyd etmək istəyirəm ki, bu sizin ailənizdən bir şəxs ola bilər, çox yaxın. Həmçinin də həyat yoldaşınız ola bilər. Deməli,
işdə və ya təhsildə od ünsüründən olan insanlara diqqət yetirirsiniz. Od ünsüründən olan insanlar şir, ox atan, qoç ola bilər. Bu insanların həyatınıza təsiri böyük ola bilər. Həmçində deyək ki, bu insanlar sizə həm problem yarada bilər, həm də ki, töhfə verə bilər. Ona görə diqqətli yanaşırsınız. Deməli, əgər sadaladığım bürclər arasında sizin özünüz varsa, yəni misal üçün siz özünüz od ünsüründənsinizsə, burada həm sizin özünüzdən asılı ola bilər, həm də ki, sizin ünsürünüzdən olan insanların da sizin həyatınıza girməyi ilə bağlı bu əlaqəli ola bilər. Ona görə bu tək sizin həyatınıza girən insan deyil, bu siz özünüz də ola bilərsiniz ki, sizin əlinizdədir, siz gərək edəsiniz. Amma bu o demək deyil ki, o insan da sizin ünsürünüzdən girə bilməz həyatınıza. Yəni o insan da sizin həyatınıza girə bilər, töhfə göstərə bilər. Amma bu belə ola bilər ki, ya o insan səninlə eyni şir bürcü ola bilər, ya da ki, misal üçün ox atan ola bilər, amma ünsürü eyni qalır sizinlə. Həmçinin də burada uşaqlarınız varsa, uşaqlarınızla bağlı məsələlər gündəmdə ola bilər. Uşaqlarınız yoxdursa, özünüz deməli, hərəkətlərinizə, düşüncənizə fikir verəsiniz, yəni anlıq istəklərə qapılmayasınız və düşüncəsiz hərəkətlər, düşüncəsiz sözlər, addımlar atmayasınız. Burada bu vacib olacaq. Həmçinin də burada yeni başlanğıclar, yeni hadisələr də mümkün ola bilər. Yəni yeni başlanğıclar, yeni iş, yeni dostlar, yeni çevrə, bunlar aktual olacaq və bunlar çox sevindirici olacaq. Hətta evladları olan insanlar belə burada, misal üçün ikinci variantda burada necə deyərlər, biraz evladlarla bağlı problemli olsa, çıxsa da, üçüncü variantda burada əksinə çox gözəl, sevindirici bir hadisələr ola bilər. Evladlarla bağlı ya da ki, hər hansı bir problem hətta çıxdıqda o problemi asanlıqla həll etməyiniz sizə sevindirici gələcək. Dediyim kimi, sözlərinizə, dediklərinizə diqqət yetirirsiniz, amma belə də çox əyləncəli, çox gözəl insanlar girə bilər həyatınıza. Sizə əyləncə verən, sizi sevindirən, sizi necə deyərlər, biraz problemlərinizdən unutduran insanlar da çıxa bilər qabağınıza, ya da özünüz həftənin axırına doğru belə ola bilərsiniz.